Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Belə bir sual nəzər yetiririk. Deyir ki, hər hansı bir kataloqda Turan.jQuery faylı saxlanılmışdır. Həmin faylın yerləşdiyi qovluqdan 2 səviyyə yuxarı qalxırıq. Həmin qovluğun üzərinə kat əmrini icra edirik. Daha sonra orada Günay qovluğu yaradırıq. Təbii ki, burada istifadəçi sözünü yazmağı unutmuşam. İstifadəçi. Təbii ki, bunları icra edən bir istifadəsidir. Daha sonra orada Günay qovluğu yaratdı və paste əmrini icra etdi. Əməliyyatlardan sonra Turan.jQuery faylının yerləşdiyi qovluğun yolunu müəyyən edin. İlk öncə belə bir məsələləri yazmaq üçün belə bir qayda demək istəyirəm sizdə. Orada ola bilər, sizdə böyük sözlər ola bilər. Onları hərflərlə işarə edə bilərsiniz. İlk öncə C diskini burada çəkdim. C diskidir, doğrumu? Daha sonra burada B diski var. B diskinin, daha doğrusu kataloqu. B kataloqunun içərisində D, D'nin içərisində Y, Y'nin içərisində F, F'in də içərisində T yazıram. Turan.jQuery müəyyən olundu. Tamam mı? Deyir ki, burada deyir ki, həmin faylın yerləşdiyi qovluqda 2 səviyyə yuxarı. Bu qovluğun içində yerləşir. 1, 2 səviyyə yuxarı gəldi. Burada dayanıb. Burada. Kat əmrini icra elədi. Kat əmrini icra eləyir bura. Kat nə idi? Ctrl+X. Bu gedir mübadilə buferinə düşür. Mübadilə buferinə düşdü mü? Düşdü. Deyir ki, həmin qovluğun üzərindən kat əmrini icra etdi. Daha sonra orada Günay qovluğu yaratdı. Burada bir dənə Günay qovluğu yaratdı. Yaradandan sonra paste əmrini icra edir. Nəyi kat eləmişdi? Buranı kat eləmişdi. Paste əmri icra etdikdən sonra Y, F və Turan.jQuery bura yerləşdirilmiş olur. Turan.jQuery. Tamam mı? Sonra sizə nə deyir? Deyir ki, əməliyyatlardan sonra Turan.jQuery faylının yerləşdiyi qovluğun yolunu müəyyən edin. Turan.jQuery faylı hansıdır bu? Hansı qovluğun içində yerləşir? Bunun yolu hansıdır? Fayla gedən yol, qovluğa gələn yol. Bax, imenoy buradır. Deməli, yazarsan C, qoşa nöqtə, B, qoşa nöqtə. Daha doğrusu düz xətt. Günay və Y. Düzgün cavab bu olmuş olur.